Bismillahirrahmanirrahim. Səd nəql edərək deyir: Biz 8 nəfər İmam Baqir əleyhissalamın huzurunda idik. Ramazan ayından söhbət açıldı. İmam buyurdu: Bu Ramazandır, Ramazan getdi və ya Ramazan gəldi deməyin. Çünki Ramazan sözü gəlməyən və getməyən Allahın adlarından biridir. Həqiqətən gəlib gedən, zaid olan keçici şeylərdir. Lakin Ramazan ayı deyin. Burada şəhr sözü Ramazan adına əlavə edilir. Bu ad Allahın adıdır. Bu həmin o aydır ki, Allah Taala Qur'anı həmin o ayda nazil etdi və onu nümunə və bayram qərar verdi.